Dostlar, hər birinizi salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Bugün inşallah hazırlamaq istədiyim sad üstü hazırlayacağım. Sad üstü də deməli dananın qaraciyərindən, ürəyindən, yəni dananın iç salatından da eləmək olar, quzunun da. Yəni əsl sad üstü necə olursa, mən onu sizə göstərəcəm. O toylarda olur, məsələn badımcan, kərtof doldururlar dövrəsinə. O da o restoran sayağıdır. Amma kənd yolu necə belə ləzzətli sad üstü olur, onu göstərəcəm sizə. Mən indi orada düzdür kartoşka qabaqcadan hazırlayacağam. Yəni onun necə deyirlər, mövzuya aidiyyəti yoxdur. Yəni sad üstü sırf sad üstüdür. Prosta indi mən biraz da çeşit fərqi olaraq kartoşka da yağda qızardacağım ki, o ilə də dadlı olur. Bilirdim abi, bu iç büyüdük ya da ciyağın üstünde olur. Ciyağın ağzını duyuruz. Sen bunu çöğür de ben yeni doğrayayım, onu burada olur. O böreğin üstündeki piy var ha, bunu vurmayayım, bu sonra iyili olur. Böreği çıxardandan sonra, bunun da öz üzündə, orada çıxdı o bir dəfəli. Üzündə də bunun plonka olur, onu da çıxardılmışım. Biraz nazik, uzun. O belə kəsir, çünki həm quramasın, həm də yaxşı pişsin. Ağciyər biraz hələ xırda olsa yaxşıdır ki. O da içində laxta olanda hələ eşitmişəm ki, deyir anda power qurtda adamdır. Bax, ləzzətli çıxdı, fikir və düzdür. Laxta söhbəti yox. Bunları da incəm pişirdim, piy də qoyacaq üstünə. Ki, sac balıcı o da yerləşmir sonra. Charlie, go. Şimdi. Bas. Soğan əlavə edirik üstünə.
Hə, yeriniz məmnundur. Yeriniz məmnundur. Mənə ki, bu bloger kimi bu yeməyi pişirməyə həvəsim hardan yaranıb? Allah ilə nəvci rəhmət etsin. Bu anamın atası qəssab olub, Zahid kişi. Orada da ki, haçan gedirdi, pet üstü yerində idi də, pet üstü, saat üstü. Mən də o vaxtdan 5-6 yaşından biraz o necə deyərlər, qarınqulu idim də. Onun üçün hələ bu saz, kabab, belə, axır mən də yavaş-yavaş bloger oldum. Bu yemək pişirmək həvəsi o vaxtdan yaranıb. Ən də belə sevdiyim yemək bu saat üstüdür. Dostlar da həmişə yığışanda belə yemək bilirəm də, heç birini istəmirlər. Ən cadı deyirlər ki, bir dənə ziyanın saat üstüsündən. Bir dənə tutuşuyor. Babatdır. Pişir. Buradan da bütün Qusarlılar, Qusar əhliyini də buradan salamlayıram. O yaxınlarda Qusara yetmişdim. Bir dənə qəşəng mənə Qusar limonatı veriblər. Bir neçə cür çeşidi var. İt burnu da ləzzətlidir. Getdiniz ora, Qusar bazarının yanında da market. Reklam da görə, amma yaxşı şey demək lazımdır. Su, deyəsən sos. Belə. Gəl deyə ət də vermişsən, gəl. Özbələr, pazarlı 1 litr açmışsan. Dadı var? Hə? Dadı var? Ne vereyim? Bunlar? Gəl. Sağ ol. Kələm yiysən, ha? Kələm yiysən, kələm. Ha. İyi də. Öz məmnunuzda. Belə maraqlı videolar görmək istəsəz, Ziya Baku YouTube kanalına abunə olun. Hər həftə yeni videolarımız gələcək inşallah. Şirniyyat sevənlər də istəsəz, Xanım Mətbəxdə kanalına abunə ola bilərsiniz. YouTube, TikTok, Instagram, hər 3 platforma aktivdir. Görüşərik inşallah.